İclasın əvvəlində hakim Zeynal Ağayev bildirdi ki, iş üzrə zərər çəkmiş qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət ünvanlayaraq üzürlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və iclasda elan olunmasını xahiş ediblər. Tərəflər həmin zərər çəkənlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan olunmasına etiraz etmədilər. Sədrlik edən bildirdi ki, həmin ifadələr növbəti iclaslarda elan olunacaq. Sonra iclas ibtidai istintaq zamanı toplanmış sənədlərin elanı ilə davam etdirildi. Təqsirləndirilən şəxslərin internet informasiya resursları və digər mənbələrdə dərc olunmuş müsahibələri, onların keçirdikləri görüşlər, verdikləri açıqlamalar və səsləndirdikləri bəyanatlar, eləcə də sosial şəbəkələrdəki paylaşımlara əsasında toplanmış sübutlar tədqiq olundu. Sənədlərdə xalqlar arasında etnik, milli və dini düşmənçiliyin yayılmasına zəmin yaradan çağırışlar, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əleyhinə çıxışlar və digər cinayət xarakterli məlumatlar, habelə müharibəyə və terrorçuluq törədilməsinə dair çağırışlar əksini tapıb. Təqsirləndirilən Arayik Harutyunyan 9 may 2022-ci il tarixli sosial şəbəkə paylaşımında 30 il əvvəl Şuşada həyata keçirdikləri hərbi əməliyyatı dırnaqarası uğurlu adlandırır. Artsaq Press Am saytının 18 avqust 2023-cü il tarixli buraxılışında paylaşılmış məlumatlara görə Arayik Harutyunyan həmin vaxt qondarma rejimin dırnaqarası ordusunun komandan heyəti ilə görüşüb. Dırnaqarası Müdafiə naziri general-mayor Kamu Vardanyan ona əməliyyat vəziyyətini təqdim edib və müdafiə qabiliyyəti məsələsi müzakirə olunub. Arayik Harutyunyan təhlükəsizliklə bağlı bir sıra tapşırıqlar verib. Təqsirləndirilən Bako Saakyan qondarma rejimə dırnaqarası rəhbərliyi dövründə Argentinanın Clarín qəzetinə verdiyi müsahibəsində Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edərək bildirib ki, onlar sonda Ermənistanla birləşməyə can atırlar və bu böyük istəklə yaşayırlar. O, qondarma rejimin dırnaqarası Milli Assambleyasının plenar iclasında da ərazilər və statuslar baxımından keçmişə qayıdışın olmayacağını bəyan edib. Məhkəmədə Bako Saakyanın keçmiş qondarma rejimin dırnaqarası rəhbəri kimi əvvəllər dırnaqarası müdafiə naziri olmuş, hazırda isə təqsirləndirilən Lyova Mnatsakanyanla hərbi hissələrə baş çəkməsinə, hərbi xidmətin gedişi və şəraiti, əskərlərin nizam-intisamı ilə tanış olması, orada səsləndirdiyi fikirlərinə dair xəbər portallarında dərc edilən materiallar tədqiq olundu. Bako Saakyan çıxışında qondarma rejimin dırnaqarası ordusunun döyüş hazırlığının davamlı şəkildə yüksəldilməsinin, ən yeni hərbi texnika ilə təmin edilməsinin mühüm vəzifələrdən biri olduğunu və bundan sonra da belə qalacağını, bu istiqamətdə mümkün olan hər şeyin ediləcəyini deyir. İbtidai istintaq zamanı internet resurslarından toplanan materiallardan aydın olur ki, 2016-cı il fevralın 11-də Bako Saakyan Lyova Mnatsakanyanla birlikdə Ermənistanın Müdafiə naziri Seyran Ohanyanla görüşərək onunla ordu quruculuğuna dair müzakirələr aparıb. İclasda təqsirləndirilən David Babayana məxsus sosial şəbəkə hesabına keçirilmiş baxış protokolu elan olundu. X sosial şəbəkə hesabındakı paylaşımında 2020-ci il noyabrın 9-unun erməni xalqının tarixinə qanla yazıldığını vurğulayan David Babayan bildirir ki, nə olursa olsun sona qədər mübarizə aparmalıdırlar. O, Şuşadan, Hadrutdan və əvvəllər işğal altında olmuş Azərbaycanın digər ərazilərindən heç vaxt imtina etməyəcəklərini yazır. Bildirir ki, heç kim onlar üçün bununla bağlı qərar verə bilməz. Əks halda iki variant qalacaq, ya yeni geniş miqyaslı müharibə, qan tökülməsi, ya da Qarabağdakı əhali gedəcək. İnternet resurslarında yerləşdirilən video materialdan o da aydın olur ki, 2012-ci il mayın 9-unda Şuşanın işğal edilməsinin 20-ci il dönümü ilə bağlı Xankəndinin mərkəzi meydanında Ermənistan prezidentinin, həmin ölkənin hərbi siyasi rəhbərliyindəki vəzifəli şəxslərin, dini liderlərin də iştirakı ilə hərbi parad keçirilib. Raket, artilleriya da daxil olmaqla müxtəlif növ çoxsaylı döyüş texnikasının nümayiş olunduğu hərbi paradın komandiri, qondarma rejimin dırnaqarası ordu komandanının müavini, qərargah rəisi general-mayor Lyova Mnatsakanyan olub. Lyova Mnatsakanyan 2016-cı il mayın 9-unda verdiyi müsahibəsində Azərbaycana heç bir güzəştə gedilməyəcəyindən, 2017-ci il iyulun 29-unda Şuşada Cıdır düzündəki müsahibəsində isə qoşunların təmas xəttində mühəndis istehkam, kəşfiyyat müşahidə və nəzarət qurğularını təkmilləşdirmələrindən, müasir texnoloji vasitə səviyyəsinə çatdırılmasından, gücləndirilmiş döyüş növbətçiliyinin təşkilindən danışır. İnternet resurslarından həmçinin məlum olur ki, 2016-cı il noyabrın 5-də o, Ermənistanın baş naziri olmuş Karen Karapetyan və qondarma qurumun
dırnaqarası baş naziri olmuş Arayik Harutyunyanla birlikdə tankların saxlanıldığı hərbi hissəyə gedib. 2018-ci il mayın 19-da internetə yüklənmiş məlumata əsasən Qondarma qurumun dırnaqarası müdafiə ordusunun qərargahında Ermənistanın müdafiə naziri David Tanayanı qoşunların təmas xəttindəki taktiki əməliyyat şəraiti haqqında məlumatlandırıb. İclasda təqsirləndirilən David İşxanyan və David Manukyanın ittiham olunduğu əməllərə dair internet resurslarından və digər mənbələrdən götürülmüş sübutlar da elan olundu. Sübutların tədqiqi başa çatdırıldıqdan sonra hakim təqsirləndirilən şəxslərə elan edilən sənədlərlə bağlı fikir söyləmək istəyində olub-olmadığını soruşdu. Təqsirləndirilən Lyobomnonyan Cıdır düzündə verdiyi müsahibəsinin yenidən tədqiq olunmasını xahiş etdi. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov həmin müsahibənin ötən məhkəmə iclaslarının birində təqsirləndirilən şəxslərin dindirilməsi zamanı nümayiş etdirildiyini və Lyobomnonyanın da bununla bağlı dövlət ittihamçılarının suallarını cavablandırdığını dedi. Bildirdi ki, müsahibə həmin iclasda tədqiq olunanda Lyobomnonyan razılaşmadığı hissələrlə bağlı fikirlərini bildirib və bu, iclas protokolunda da əksini tapıb. Nəsir Bayramov həmin sənədin yenidən tədqiqinə ehtiyacın olmadığını dedi. Bundan sonra hakim Zeynal Ağayev sözgedən video müsahibənin nümayiş olunduğu iclasın protokolundan Lyobomnonyanın narazı qaldığı hissəni elan etdi. Təqsirləndirilən David İşxanyan Ermənistanın müdafiə nazirinin müavini olmuş Manvel Qriqoryanın video müsahibəsinin onların planşetinə yükləndiyini və ötən axşam digər 4 nəfər təqsirləndirilən şəxslə birgə onu izlədiyini dedi. Xatırladaq ki, iş üzrə sübut kimi keçən həmin müsahibənin bir hissəsi məhkəmədə nümayiş olunduqdan sonra David İşxanyan videomaterialın tam şəkildə onların planşetinə yüklənilməsini xahiş etmişdi. Bundan başqa, təqsirləndirilən şəxslər David İşxanyan və David Babayan elan olunmuş sənədlərdə göstərilən bir çox xüsusatla razı olmadıqlarını bildirdilər. Təqsirləndirilən Arkadi Kukasyan isə bu məsələ ilə bağlı fikirlərini bildirmək üçün məhkəmənin növbəti iclasında ona şərait yaradılmasını xahiş etdi. Hakim Zeynal Ağayev növbəti iclasda ona bununla bağlı şərait yaradılacağını dedi. Məhkəmə prosesi oktyabrın 20-sində davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin geçində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.